Bu ağac üzərində oyma sənətidir, tətbiqi sənətin bir növüdür. Elə indiyə kimi də bir cavan vaxtımdan bu işlə məşğulam. Demək olar ki, 30 ili keçibdir bu işlə məşğul olmayım. Belə bir nəsə yaradıcılıqla məşğul olmaqdan adamın özündə bir fərdi hissiyat olmalıdır. O hissiyat da uşaqlıqdan yaranır adamda. Əvvəl bir xırda bir detaldan başladım, sonra hiss edirsən ki, gördükcə yeniliklər, ideyalar, mövzular gəlir. Bu işləri əvvəlki illərdə belə insanlar görürdü, məlumatı olurdu. Necə görürdülər? Məsəl üçün turist kimi gələn, tutaq ki, gəlirdi 100 nəfər, 200, 500 nəsə, bunlar görüb bilirdi. Amma indi müasir dövrdə elədir ki, internet qaçılmazdır, məcbur. Yəni ondan kütlə görür bütün və yerli və xarici insanlar da belə görür, məlumatı olur və maraqlanır. Təsiri hədsiz çoxdur. Paylaşmaqla da, insanların görüb maraqlanmağı ilə də bərabər məcbursan ki, sən iş yükü artırasan, keyfiyyətin və s. Dövlət qurumlarında bütün işlər rəqəmsallaşıbdır. Ona görə də məsəl üçün kimsə idarəyə hansı bir orqana getməmişdən əvvəl onlayndan istənilən növbə ala bilir, bir iş həll eləmə variantları indi var. Gözəldir. Yəni bütün işlər rahatçılığı zadı, adamın qazancına da xeyir olur, vaxtına da hər bir şey çox xeyri var. Yəni oturduğun yerdə o dövrdə məsəl üçün deyirəm, bu mənim öz fikrimdir. Bir ildə əldə elədiyin məlumatları, gəzdiyin, gördüyün işi düzdən deyirəm ki, indi 2-3 gün onu eləyirsən. Bu internetdə ona görə gözəldir. Vaxt ikisi ümumiyyətlə yoxdur da belə deyə. Bir anda düzəldirsən, hələ işləyə-işləyə də internetə paylaşırsan, ya kiməsə atırsan, nəsə mövzu, nəsə istəyir məndən, tutaq ki, hədiyyəlik nəsə istəyir. Mövzunu 2 dəqiqə biz internetlə yazışırıq, forma, şəkil göstərirəm ona və iş həll oldu. Məsəl üçün, indi bütün Azərbaycanın ucqar kəndləri, hər yerində olan internetləri, məsələn, sürətli olması, dövlət indi bu hər yerə bu internet xətləri çəkilibdir, hər evdə demək olar ki, internet var. Bundan istifadə etmək bu insanların özlərinin inkişafına, həyatın rahatlaşmayına çox xeyir olubdur. Məsəl üçün, mən tanıyan, bilən adamlardan da tutaq ki, nəsə bir mövzu iş istəyir də, o anda mən məsələn, ya görüntülü, ya şəkillə və burada gördüyünüz işlərin hazırda da o qədər hər mövzu var deyim də, hər yaşlı adama, hər qadın üçün, kişi üçün belə göstərir verirəm, özüm də nə isə deyirəm ki, bu uyğun gəlir, nəsə belə.